Bismillah, elhamdülillah, vahdehu və salatu və selamu alə Rasulillah. Deməli, biz qaldıq bəbu təfsiril İslam. İslamın təfsiri babı. Şeyx Muhammed ibn Abdülvahab İslamın fəziləti kitabına birinci elə kitabın adı ilə başladı. Birinci babı da elə gətirdi. Həm müqəddimə kimi, həm də birinci bab kimi. İslamın fəziləti. İslama daxil olmağın vacib olması. Sonra Şeyx Salih Fovzan deyir ki, sanki deyir, müəllif elə yazıb ki, oxucuda sual yarana bilər ki, yaxşı, İslam nə deməkdir? Deyirsən, İslamın fəziləti, İslama daxil olmanın vacib olması. Ona görə təfsirini verir Şeyx. Yəni şərhini verir ki, İslam nə deməkdir? Üçüncü babı ona görə belə gətirir. Və sonra Şeyx davam edir ki, və qavlullahi teala فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَ El-Əyə. Uca Allah belə buyurur ki, əgər, ey Muhammed sallallahu aleyhi ve sellem, əgər müşriklər səninlə mübahisə etsələr, onlara de ki, mən və mənə tabi olanlar üzümüzü Allaha təslim etdik. Və yaxud da mən üzümü Allaha təslim etdim və mənə tabi olanlardır. Anası budur. Və bu ayədəki əsləmtu sözü, yəni təslim etdim, mənası odur ki, yəni İslama daxil oldum. Allahın dinində olan İslama daxil oldum. Və burada üz deməsi, yəni üzümü Allaha təslim etdim. Burada həmçinin üz deyəndə bütün əzalar da nəzərdə tutulur, həmçinin də qəlb. Çünki üz insanın ən şərəfli yeridir. Onun dedikdə bütün insanın əzaları da, qəlbi də nəzərdə tutulur. Yəni burada qeyd eləmədi ki, qəlbimi Allaha təslim elədim. Dedi, üzümü təslim elədim. Çünki üz ən şərəfli yerdir. Ona görə qeyd olunur. Və hisslərin, Şeyx necə buyurur? Şeyx Salih Əli Şeyx, bütün hisslərin məhəlli yeridir. Bütün hisslər demək olar ki, oradan olur. Görürsən, dadmaq, qoxlamaq, görmək, eşitmək. Əsas bütün hisslər oradandır. Ona görə də üzümü Allaha təslim etdim. Yəni, bütün əzalarımı Allaha təslim etdim. Mənası odur. Və mənə tabi olanlar, yəni sahabələr. Necə başqa bir ayədə də gəlir. Qul həzihi səbili əd'u ilallah alə basirəti ənə və mən ittəbə'ini. De, ey Muhammed, bu mənim doğru yolumdur. Bu mənim doğru yolumdur. Mən Allaha çağırıram. Bəsirət üzərində və mənə tabi olanlar da belədir. Yəni, tabi olanlar, yəni sahabələr. Sonra Şeyx davam edir. Hədis gətirir. Sonra burada bir dənə ayə gətirdi. Sonra keçir hədisə. Və fi sahih an Umar radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi ve sellemə qal El-İslamu ən təşhədə ən la ilahe illallah وأن محمدا رسول الله وتقيم الصلاة وتؤتي الزكاة وتصوم رمضان وتحج البيت إن استطاع إليه سبيلا. Ömər radiyallahu anhından gələn hədisdə bu əsasən məşhur olub İbn Ömərdən bu hədis. Yəni Ömərin oğlundan. Amma Müslimdə gələn rəvayətdə görürsən haşiyədə qeyd ediblər. Haşiyədə qeyd edib ki, Müslimdə gələn rəvayətdə Ömər radiyallahu anh hədisidir. Yəni, İbn Ömər öz atasından əslində bu hədisi rəvayət edib, ona görə onunla məşhur olub. Əsasən Ömər radiyallahu anh deyib bu hədisi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İslam, la ilahe illallah şəhadəti gətirməyin, Muhammed Rasulullah şəhadəti gətirməyindir, namaz qılıb zəkat verməyin, oruç tutmağın və gücün çatdığın qədər Allah yolunda, yəni əgər gücün çatırsa Allah yolunda həcc etməyindir. Gücün çatdığın qədər yox, gücün çatırsa Allah yolunda həcc etməyindir. Və şeyx deyir ki, Şeyx Salih Əli Şeyx, İslamla imanın fərqi var. Birləşəndə deyir, ayrılırlar, ayrılanda birləşirlər. Bu da nə deməkdir? Yəni, birləşəndə ayrılırlar, yəni İslamla iman əgər bir ayənin içində gəlibsə və ya bir cümlənin içində gəlibsə, İslam zahir əməllərə dəlalət edir. Yəni, namaz, oruc, zəkat, həcc kimi. İman isə batin əməllərə. Bildiyimiz imanın şərtləri. Amma ayrılanda birləşirlər nə deməkdir? Yəni, iman başqa ayədə gəlib, İslam başqa ayədə ayrı-ayrı gəlib. Və yaxud da feilləri gəlib. Məsələn, ya eyyuhəl-ləzine əmənu deyir.
təkcə əməl olaraq. Orada İslam əsləm o demir. Təslim olanlar demir, sadəcə iman gətirən. Burada ayrılıblar. Ayrılıblarsa mənaları birləşir. Birləşir nə mənada? Batini əqidə mənada və zahiri əməllər mənasında. Batini əqidə mənada nədir? Yəni əqidənin fəkullu minhumə fihil əqidətu rukunun fih. Yəni bütün əqidənin hər bir rükunlarında. Yəni İslamda olan rükunlar da imana daxil olur, imanda olan rükunlar da imanın özündə qalır. Yəni İslam ayrıca gəlsə, ora iman da daxildir, iman ayrıca gəlsə, orada İslam daxildir. Amma bir yerə gələndə ayrılırlar. İslam olur zahir əməllər, iman olur batin əməllər. Aydındır. Sonra la illallah şəhadətin mənasını deyir. Ümumiyyətlə şəhadət nə deməkdir? Şəhadət sözünün özü. Şeyx onu başa salır. Şəhadət sözünü üç şeylə başa salır. Birincisi sən etiqad eləməyindir. Şəhadət. Bu üç dənə şeydən birində naqislik olarsa, sən deməli şəhadət gətirmiş sayılmırsan. Birincisi qəlbində etiqad eləməyindir. İkincisi onu deməyindir. Nəyə şahid deyirsənsə. Üçüncüsü isə onu özündən başqasına yaymağındır. Sən onda artıq şahidlik eləmiş olursun. Şəhadət gətirmiş olsun. Qəlbdə, dildə və əməldə. Bu da yenə imanı əhatə edir. La ilahe illallahın da mənası, necə bilirsiniz, Allahdan başqa haqq məbud yoxdur deməkdir. Çünki la ilahə inkardır, bütün cinsində olan şeyləri inkarıdır. La. Oradakı la əl-cinsiyyədir ərəb dilində. Yəni o cinsdə olan hər bir şeyi inkar edir. Çünki la bir neçə növü var ərəb dilində. Yəni ilah olan hər bir şeyin cinsini inkar edir orada. Ona görə də təqdirində ona uyğun olan söz haqq sözüdür. La ilahə bihaqqin illallah və yaxud da la ilahə haqqun illallah. Yəni haqqı çatan ilah yoxdur. Allahdan başqa. Allahdan başqa ibadətə haqqı çatan ilah yoxdur. Mənası budur. Sonra şeyx onu başa salır ki, ilah sözünün mənası nədir? Ləni bildik. İlah sözünün mənası isə səhih görüş odur ki, Şeyx Salih Əlişehdir ki, məbuddur. Məbud da abd sözündən düzəlir. Abd quldur. Məbud isə ibadət olunandır. Abid ibadət edəndir. Məbud ibadət olunan. Ona görə ilah sözünün mənası məbuddur. Sonra batil təfsirləri isə Şeyx üç cəhətdən gətirir. Deyir, ilah sözünə verilən batil təfsirlər birincisi xaliq deməkdir. İlaha xaliq deməkdir mənasını. Bu batildir, düzgün deyil. Tərcümədə necə olur? Yox, batil təfsir. Yəni bidət əhli ilah sözünü tərcümə edəndə deyirlər ki, Allahdan başqa yaradan yoxdur. Xaliq yoxdur. İkinci veriblər ki, qadir yoxdur. Qadir mənası veriblər ilaha. Əl-qadir aləl-ixtira. Yəni ixtira etməyə qadir olan. İlahın təfsirini belə veriblər. Bunlarda da hamısında məqsəd var, ha. Batil məqsədləri var. İndi onlar gələcək. Üçüncü təfsir də veriblər ki, əl-mustəğənə əmmə siva. Özündən başqa heç kəsə ehtiyac duymayan. Belə bir təfsir veriblər. İlah sözünə. Bunu da deyir şeyxdir ki, üçünü də onsuz da müşriklər iqrar edirdi. Amma bidət əhlinin bu təfsirləri verməkdəki məqsədi, çünki ilaha məbud desələr, məbud nədir? İbadət olunan. Allahdan başqa haqq məbud yoxdur. Yəni haqq ilah yoxdur. Onda şərik qoşa bilməyəcəklər. Görürsün? Onlar Allahdan qeyrisini ibadət edəməyəcəklər. Ona görə ilah sözünün mənasını dəyişib belə bir yaradan. Yəni Allahdan başqa yaradan yoxdur. Onlar şeyxlərini ibadət edəndə və ya salihləri ibadət edəndə onlar deyir ki, biz demirik ki, o hər şeyi yaradıb. Sadəcə o da ibadətə layiqdir. Çünki ilah sözünü ibadət, məbud mənasından çıxardıblar. Öz batilə gedilən yürüdmək. Aydın oldu. Ona görə belə batil təfsirlər veriblər. Sonra şeyx deyir ki, əl-fərqu beynə təvhid-i rububiyyə və uluhiyyə. La ilahe illallahdan naşdığına görə rububiyyət və uluhiyyətdən naşır. Deyir,
Rububiyyət tövhidi ilə uluhiyyət tövhidinin arasında olan fərq. Bu da eyni İslam iman kimidir. İzəctəmə iftaraq. Əgər deyir bir yerdə cəm olarsa, mənaları ayrılar. Yəni bir yerdə Rəblik və uluhiyyətlikdən danışılarsa, orada Rəblik deyəndə, rububiyyət deyəndə və yaxud da Allahın Rəbb sifətləri deyəndə, orada Allahın feilləri qəsd olunur. Allahın etdiyi feillər. Amma uluhiyyət deyəndə qulların öz feilləri, yəni qulların ibadətlərində etdiyi feillər qəsd olunur. Uluhiyyət də, yəni ki, Allahın ilahlığını qəbul edib, qul öz feilləri ilə onu təkləşdirirlər. Amma idəftar qəçdəmə, əgər ayrılarsa, birləşərlər, burada da məna o baxımdandır ki, dələlətü tədammun və dələlətü lüzum. Bu çox mühüm qaydalardandır. Usul qaydalarındandır bu əhl-i sünnət. Bir var əhatə eləmək, tədammun. Bir də var ilzəm eləmək. O müməyyənlər deyilir, ilzəm eləmək. Rububiyyət tövhidi qısaca desək, uluhiyyət tövhidinə ilzəm eləyir. İlzəm nə deməkdir? Lazım sözündən. Lazımdır, məcburdur, vacibdir, tələb edir, yönəldir. Başqa yerə yönəlməz, ancaq oraya yönəlməz. İlzam edir nəyə? Yəni, Rəbb varsa, Rəbbin sifətlərinin olması nə olmalıdır? Yəni, bu kainatı nizamlı şəkildə yaradan, elm olmalıdır, idraç olmalıdır, sonra kamil həyat olmalıdır, qüdrət olmalıdır, düzdür. Səni ilzam edir bu şeylərə. Aydındır. Və bu şeylər onda varsa, bu şeyləri tək yaradıbsa, deməli, ibadətdə tək olmalıdır. Uluhiyyətə ilzam edir səni. Rububiyyət səni uluhiyyətə ilzam edir. Uluhiyyət isə özü özlüyündə rububiyyəti içində əhatə edir. Aydındır. Çünki məbud, ilah özü Rəbbin sifətidir. Aydındır. Bir-birinə bağlıdır. Və şeyx deyir ki, dələlətü tədammun yətlubur Rabb və ya'ni bihil ilah. Hədis sual əl-mələkin mən rabbuk. Əy mə'buduk. Görürsən, əhatə edirin deyir mənası odur ki, Rəbb sözü deyildikdə ilah qəsd olunur. Rəbb əslində hansı sifətdən Allahın? Hansı tövhididir? Rububiyyət tövhididir. Rəbb. Aydınlar. Və deyir, buna da dəlil nədir? Rububiyyət tövhidinin uluhiyyət tövhidini əhatə eləməsi. Qəbirdə mələklərin soruşması ki, mən Rabbuk. Rəbbin kimdir? O rububiyyəti soruşur bu yəni. Yəni deyir, ilahın kimdir? Mən mə'buduk. Aydındır. Yəni rububiyyət uluhiyyəti əhatə edir. Mənası budur. Sonra deyir ki, əl-lüzum, dələlətül lüzum yəlzimu min kevnihi rabben ən yəkunu mə'budən. İlzam eləyir nəyə? Əgər deyir bir şey Rəbdirsə, deməli o da məbuddur. Yəni rububiyyət, uluhiyyətə ilzam edir. Yəni yaradandırsa, öldürüb dirildəndirsə, deməli ibadətə o layiqdir. İbadətə oluna olmalıdır. Əyyüşrikunə mə lə yəxluqu şeyən və hum yuxlaqun. Görürsən, deyir, onlar məyər heç bir şey yaratmayıb və özləri də yaradıldığı halda Allaha şərik qoşurlar. Mesela rububiyyətlə hara çağırdı? Evet. Uluhiyyətə. Yəni ki, o şirki tərk edib tək Allaha ibadət edir. Başa düşürək mənanı? Yəni ilzam eləyir. Rububiyyət uluhiyyətə ilzam eləyir. Uluhiyyət rububiyyəti özündə əhatə eləyir. Sonra keçir hədisdəki Muhammed Rasulullahın mənasına. Bu da bildiyimiz kimi 4 şeydir Muhammed sallallahu. Bu da gözəl faydalı yazar. Ta'atu fima əmar. Muhammed sallallahu əmr etdiklərinə itaat etmək. İkincisi təsdiquhu fima əxbar. Gətirdiyi xəbərləri təsdiqləmək. İctinabu ma anhu nəhə və zəcar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib çəkindirdiyi şeylərdən çəkinmək. Dördüncüsü də əllə ya'budallah illə bimə şəra. Allah'a yalnız Muhammed sallallahu aleyhi ve sellemin ibadət etdiyi kimi ibadət eləmək. Yəni şəriətində necə gəlibsə Muhammed sallallahu aleyhi ve sellemin o cür ibadət eləmək. Birincisi deməli əmrlərinə itaat etmək. İkinci xəbərlərini təsdiqləmək. Üçüncü qadağan etdiyi şeylərdən çəkinmək. Dördüncüsü isə Allaha
onun ibadət etdiyi kimi ibadət etmək. İki mövzusu. İkincisi təsdiq etmək, xəbərlərini təsdiq etmək. Əmirlərinə Birinci əmrlərinə itaat etmək, ikincisi xəbərlərini təsdiqləmək, üçüncüsü qadağalarından çəkinmək, nəyə qadağan etmişsə çəkinmək, 4 Allaha onun ibadət etdiyi kimi ibadət etmək. İtaat təsdiq. Sonra şeyx belə bir sual qoyur, Şeyx Salih Əli Şeyx. Həl yusaful İslamu bi ennehu yezidu və yanqusu kel iman. İslam da bir iman kimi artıb azalırmı yoxsa yox? Çünki biz bilirik ki, iman artır, azalır. Necə hədisdə gəlir? Hardan bilirik? Hansı hədisdən bilirik? 70 var. Biri odur. O hədis necə başlayır? Deyir ki, imanın ən kiçiyi yoldan əziyyət verən bir şey götürmək, ən üstünü La illallah, eyni hədisin içindədir. La illallah şəhadət. Deməli, aşağısı yuxarısı varsa, deməli bu şey azalıb çoxalır. Aydındır. Necə sələflər deyir ki, o namaz qılmayanı təkfir eləyənlərə, deyir ki, namaz qılmayan dindən çıxır. Deyir, ən kiçik şey, imanın ən kiçiyini Peyğəmbər s.ə.v bizim üçün qoyub. Ən yüksəyini də qoyub. Sən onu deyə bilməzsən ki, hansısa bir yerdədir namaz. Namaz deyir, hardadır burada? Yerdən ən əziyyət verən bir şey əziyyət verən bir şey götürməyin yanındadır, yoxsa şəhadətin? Şəhadət daha yaxın olardı, namaz əzəmətli bir şeydir. Yəni, ya insan yoldan əziyyət verən bir şey götürməsə, imandan çıxır? Çıxmır. Sadəcə ən kiçiyi odur. Aydındır. O insandan görə dəyişir. İndi mövzu nə idi? Şeyxin qoyduğu sual o ki, İslam da azalıb çoxalır, yoxsa yox? Şeyx deyir ki, bir rəyə görə, bəzi alimlər deyir ki, bu cür vəsf olunmur İslam. Azalıb çoxalmır. Amma ikinci rəyə görə isə, yəni görsən odur ki, ixtilafdır. Bu cür vəsf olunur. Bu da deyir, əksər əhl-i-sünn alimlərinin sözüdür. Burada da 3 dənə məsələ gətirir. Birinci məsələ odur ki, həqiqətül istislam yətəfəvvətun nəs fiyhə kəmən yəqa fi zunub. Deyir, təslimiyyətin həqiqiliyində insanlar fərqlənirlər. Hər təslim olan, yəni təslim olmaq nə deməkdir İslama girən? Eyni cür deyil ki, o təslimiyyətinə görə fərqləndiyinə görə deyirlər ki, artıb azalır. İslam da artıb azalır. İkincisi gətiriblər ki, ənnə şəhadətə ənnə Muhammed Rasulullah fussirat bi ta'atihi və n-nəsu yetəfəvvətuna fiyhə. Çünki deyir, Muhammed s.ə.v şəhadəti təfsir olunur ki, sən şəhadət gətirirsən Muhammed s.ə.v, yəni ona itaat edirsən. Və Muhammed s.ə.və itaətdə də insanlar fərqlənir. Hamısı sünnəsinə güclü şəkildə əməl eləmir. Ona görə deyir, ola bilər, onların İslamın biri artsın, azalsın. Üçüncüsü isə ənnə bəqiyyət ərkənəl İslam-ül əməliyyət kəs-salət və zəkə ən-nəs yetəfəvvətuna fiyhə. Həmçində deyir, namaz, zəkat kimi ibadətlərdə insanlar fərqlənir. Elə adam var, zəkatını verir, eləsi vermir. Eləsi var, namazında səhlənkarlıq edir. Və təslimiyyətinə görə deyir, fərqlənir. Ona görə bəzi alimlər deyir ki, İslam da artır, azalır. Sonra keçir ikinci hədisə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Əbu Hureyra radiyallahu anh buyurur ki, daha doğrusu şeyx deyir ki, وَفِيهِ عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللّٰهُ عَنْهُ مَرْفُوعًا الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ. Və deyir ki, Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə, mərfu hədisdə. Mərfu hədis odur ki, yəni Muhammed s.ə.və qalxıb o hədis. Sənədi gedib çatır Muhammed s.ə.v. Deyir ki, Peyğəmbər s.ə.v müsəlman o kimsədir ki, digər müsəlmanlar onun dilindən və əlindən salamat qalarlar. Yəni, müsəlmanın vəsfi odur ki, müsəlman öz dili ilə heç kəsə əziyyət verməz və əli ilə heç kəsə əziyyət verməz. Salamat qalarlar, digərlər onu. Şeyx Salih Əli Şeyx buyurur ki, Limə hasara vasful muslim fil hədisi bi ənəhu mən səlimən musliminə min lisani və yedi. Niyə görə bu cür hasr edilir Peyğəmbər s.ə.v? Yəni, çərçivəyə alın. Müsəlman yalnız bu iki şeydədir. Belə vəsf elədir. Vəsfi ona görə edilir ki, bir cəhəti deyir odur ki, liqilləti mən yettəsiu bizəli. Çünki deyir, azdır belə adam. Ki, müsəlmanların
dili və əli salamat olsun. Az adamdır. Hətta görsə müsəlmanlar içində belə dili ilə insanlara əziyyət verən var və ya əli ilə əziyyət verən var, zülm eləyən var. Və bu mənana açıqlayır ki, فَمَنْ أَتَى بِهَذَا خِسْلَ فَهُوَ أَحْرَى أَنْ يَأْتِي بِالْخِسَالِ الْأُخْرَى لِلْإِسْلَامِ. Deyir, kim bu xislətlə gələrsə, yəni əlindən və dilindən salamat eləyərsə müsəlmanları, öz dilini saxlayar və əlini saxlayarsa, bu da az tapılan bir şey. Yəni çox az miqdarda olur bu xislət. Sonra deyir ki, لِشِدَّةِ الْحَاجَةِ إِلَيْهِ. İkinci tərəfi odur ki, buna ehtiyac daha çoxdur. Ki, insanlar, müsəlmanlar dillərini və əllərini saxlasınlar zülmdən. Və şeyx də bunu açıqlayır ki, لِتَّنْبِي على أن هذا الوصف واجب من واجبات الإسلام. Çünki Peyğəmbər s.ə.v bu iki xisləti ona görə bildirdi ki, bu vaciblərdən, ən vacib olan şeylərdəndir. Dilindən salamat olacaqsan, yəni gözəl söz danışırsan, ona görə əxlaq, ədəb, gözəl söz və başqa şeylər. Əlindən salamat olacaqsan, yəni heç kimin malını qəsb eləməyəcəksən, sədəqə verib, zəkat verəcəksən, çox əməllər girdiyinə görə belə vəsf edib. Sonra şeyx bir dənə sual qoyur ki, burada Peyğəmbər s.ə.v deyir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar. Məgər deyir, kafirlər və müşriklər onun əlindən, dilindən salamat qalmaz? Belə bir sual çıxır orada. Və deyir ki, təbii ki, salamat qalar. Çünki deyir, liyənnəl kəlimətə muslimun ləqab. Biz keçən dəfə danışdıq qısaca. Düzdür, o geniş mövzudur. Məfhumul müxalifə deyilən şey var şəriətdə. Yəni bir şeyin əksi başa düşülür. Şəriətdə belə bir şey. Yəni bir şey qadağan edilirsə, deməli əksi əmr olunur. Bir şey əmr edilirsə, deməli əksi qadağan edilir. Aydındır? Məsələn, bayaqçı ayədə İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulihi thumma lam yertabu. Möminlər o kəslərdir ki, Allaha iman gətirib, Rasuluna iman gətirib, sonra şək şübhəyə düşməzlər. Bunun məfhumun müxalifəsi nədir? Şək şübhəyə düşməzin əksi nədir? Yəni yəqin olarlar. Şək şübhəyə düşməzlər, yəni yəqin olarlar. Aydınla əksi başa düşülür. Aydınla? Başa düşdün mü? Hə. Burada da şeyx deyir ki, burada məfhumul müxalifə yoxdur. Niyə görə yoxdur? Burada sən deyirsən ki, müsəlman köçdür ki, digər müsəlmanlar onun dilindən və əlindən salamat qalar. Çünki burada ləqəb var. Müsəlmanlar ləqəbi. Ləqəb olan yerdə də deyir, məfhumul müxalif olmur. Bu qaydadır deyir. Ərəb dilində. Aydındır? O ləqəb olduğuna görə məfhumul müxalifəni sən başa düşənməzsən. Olmaz odur şərh vermək yəni. Sadəcə olaraq ləqəb kimi çəkilir. Sonra ikinci də səbəbi gətirir şeyx, ennel kuffar ala aqsam və ahval. Dedi kafirlər də qismlərə və hallara bölünürlər. Necə muahid var, zimmi var. Məsələn, sən ölkəvə girib əhd alıb. Muahid deyirlər ona. Əhd alıb dövlət tərəfindən ona əl vurmaq olmaz. Ona görə sənin dilindən də, əlindən də, ondan da o salamat qalmalıdır səndən. Amma döyüşdə olan səndən salamat qalmayacaq. Aydındır? O sənin üçün döyüşməyə çıxır. Sonra şeyx deyir ki, kafirlərin növləri, burada niyə görə kafirlərin növlərinə keçdi? Yəni, mövzudan yayınmayaq da. Mövzumuz nədir? İslamın təfsiri. Bab budur. İslamın təfsirində birinci ayəyə gəldi. Və in həccükə fəqul əsləm vəkil. Yəni, üzümü Allaha təslim etdim, yəni bütün əzalarım. Yəni, İslamın təfsiri odur ki, bütün bədəninlə Allaha, bütün duyğularınla Allaha təslim olasan, hətta qəlbinlə. Təslimiyyət də o deməkdir ki, necə ki, sən deyir, İslam dini kamildir. Əl-yevmə əkməltu ləkum dinəkum. Kamillik də nə idi? Nə əlavə etməyir, nə atmır. Yəni, oradan nəsə götürə bilməzsən, nə də əlavə eləyəməzsən. Kamillik yoxdur. Sonra nə dedi? Və ətməmtu aleykum ni'mət. Və sizə olan neymət tamamlamaq nə idi? Ola bilər ki, sən nəsə qoyasan ona. Yəni, çünki neymətlər tamamlanmıyor. Cənnətdə tamamlanacaq, artacaq neymətlər. Ona görə bu din kamildir. Bu kamil dinə sən təslim oldunsa, orada gələn hər bir qərardan razı olmazsın. Sən deyəməzsən ki, mən bunu istəmirəm. Bunu xoşlamıram. Onda səni təfrit edəcəksən. Özündən nəsə əlavə edəcəksən, ifrata varacaqsən. Ona görə
eşitdi, iman gətirdi. Ona əməl etdi. İslamın təfsiri yəni budur, şeyx onu qəsd edir. Sonra rükunlarını gətirdi İslamın, təfsir verəndə də normal rükunlar gəlir. Ondan sonra həmin o İslama təslim olan necə olmalıdır? Dilini və əlini qorumalıdır. Və deyir ki, həmçinin kafirə qarşı və gəldi ki, kafir kimlərdir? Kafirin növlərini sayır. Kafirlərin qismi deyir, iki cürdür. Birincisi, o kafir ki, onda salamatlıq aşkardır. Yəni, ondan sənə ziyan gəlməz. Bunlarla da düşmənçilik etmək icazəli deyil. Çünki Uca Allah buyurur ki, لَا يَنْهَاكُمُ اللّٰهُ عَنِ الَّذ۪ينَ لَمْ يُقَاتِلُكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ إِنَّ اللّٰهُ يُحِبُّ الْمُقْسِطِينَ. Allah sizinlə döyüşməyib, sizi diyarlarınızdan çıxartmayan kafirlərə qarşı yaxşı olub və ədalətli olmağı qadağan eləmir. Yəni, o kafirlər sizlə döyüşməyib, sizi öz diyarlarınızdan çıxartmayıbsa, yəni bu şeyləri eləməyibsə sizə, özünə xüsusən də dininizə qarşı sizinlə döyüşməyiblərsə, sizə icazəlidir ki, onlarla görsən, qadağan eləməyib, deməli nə edib? Əmr edib ki, yaxşı davranasın. Məfhumul müxalif. Və əmr edib ki, onlarla yaxşı davranasan və ədalətli olasan, hətta ardındadır ki, İnnəllah yuhibbul muqsitin. Həqiqətən Allah ədalətli olanları sevir. Yəni, hətta kafirə qarşı. Ona görə kafir sənlə düşmənçilik eləmirsə, sən düşmənçilik eləmirsən. Bu gün məsələn, əksər cahillər deyir, ay, filan ölkə başçısı getdi, Amerika ilə görüşdü, ilə belə şeylə oturdu, çörək yedi. Onsuz Allah qadağan eləmir o şeyləri. Ticari əlaqələr də olur, onlar dostluq eləmirlər birincisi. Ticari əlaqələr olurlar. Həm də onlar bizdən döyüşmürsə, biz onlarla döyüşməməliyik. Döyüşməyimiz əksinə haramdır. Əksinə döyüşənlərə qarşı da elə fikirlərini bildirirlər, yeri gələndə. İkinci tərəfi də şeyx deyir ki, düşmənçiliyi aşkar olan kafirlər. Onlarla da dostluq etmək və onlara kömək etmək olmaz. Həmin ayənin ardındakı ayədə, davamındakı ayədə Uca Allah buyurur ki, İnnəmə yənhəkumullahu anillezine qatelukum fid-din və əxracukum min diyarikum və zahəru alə ixracikum ən təvəlləhum və mən yətəvəlləhum fəuləikə humuz zalimun. Yalnız birinci qism nədir? Deyir, sizi dininizə qarşı döyüşməyib, sizi diyarlarınızdan çıxartmayanlarla yaxşı davranıb, ədalətli olmağı Allah qadağan eləmir. Ancaq deyir, o kimsələrlə qadağan edir ki, o kafirlərə qarşı qadağan edir. Onlar sizin dininizə qarşı döyüşür və sizi diyarlarınızdan çıxardır. Və hətta sizi diyarlarınızdan çıxartmağa kömək edir. Vəzahəru alə ixracikum. Sizi diyarlarınızdan çıxartmağa başqalarına kömək edir. Onlarla dostluq etməyin. Kim onlarla dostluq edərsə, onlar da zalimlardır. Aydındır. Və kafirlər də dediyi iki qismdir. Aydın oldu arkadaşlar. Sonra şeyx üçüncü hadisə geçir. Və an Bəhs ibn Hakim an əbihi an cəddihi ənəhu səələ Rasulullah sallallahu aleyhi ve sellem anil İslamı fəqal ən tuslimə qalbəkə lillah və ən tuvalliyə vəchəkə iləllah və ən tusalliyə salətəl məktubə və tuəddiyə zəkətəl məfruḍə. Ravahu Əhməd. Və ən Əbi Qiləbətə عن رجل من أهل الشام عن أبيه أنه سأل الرسول الله صلى الله عليه وسلم ما الإسلام؟ قال أن تسلم قلبك لله وأن يسلم المسلمون من لسانك ويدك. قال أي إسلام أفضل؟ أي الإسلام أفضل؟ قال الإيمان. قال وما الإيمان؟ قال أن تؤمن بالله وملائكته وكتبه ورسله والبعث بعد الموت. Və Bəhz ibn Hakim atasından, o da atasından rəvayət edir ki, yəni Bəhz ibn Hakim babasından rəvayət edir. Bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellemlə İslam barədə soruşdu. Peyğəmbər sallallahu aleyhi ve sellem gözəl İslam barədə soruşur. Muhammed sallallahu aleyhi ve sellemlə də gözəl İslamın təfsirini verən olamaz. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ondan gözəl təfsir verən ola bilməz də, sonda o hədisləri gətirir.
Şeyx Muhammed Əl-Vahhab ki, İslamın mənası nədir? Muhammed s.ə.v deyir ki, İslam sənin qəlbini Allaha təslim etməyindir və üzünü Allaha yönətməyindir. Fərz namazları qılmağın və fərz olan zəkatı verməyindir. Və şeyx deyir ki, Şeyx Salih Əl-Şeyx, Ənval inqiyad və ta'a. Boyun əyməyin və itaətin növləri ikidir. Qəlbi və zahiri. Qəlbi növü odur ki, boyun əymək və itaətin. Və o da İslamın rükunudur. وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهُ وَرَسُولَهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ. Və həqiqi təslimiyyət budur. Heç bir mömin, istər kişi, istər qadın olsun, özləri heç bir seçim edə bilməz. Nə vaxt Allah və Rasulü bir əmr etdikdə. Həqiqi təslimiyyət budur. İtaət və boyun əymək. Allah və Rasulü bir əmr verdikdə heç bir kişi və qadının Mümin kişi qadına yarışmaz ki. həmin ayədir. Ayədə o. وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ. Yəni öz fikirlərindən, öz rəylərindən heç bir ixtiyarları yoxdur ki, seçim etsinlər. İkincisi isə zahiri itaət və boyun əyməkdir. Şeyx Salih buyurur ki, وَإِذَا خَالَفَهُ فَقَدْ لَا يَقْتَحْ فِي أَصْلِ الْإِسْلَامِ. Zahirdə olan təslimiyyət necədir? Onun qəlbinə təsir eləməyən təslimiyyət. Məsələn, insandır, şərab içir, amma qəlbində təsdiq edir ki, o haramdır. Sən ona deyənməzsən ki, İslamdan çıxmısan. Şeyx Salih Əl-Şeyxdir. Sadəcə onun etdiyi nəyinə görə qananır? İslamiyyətinə görə yox. İmanına görə. İmanı naqis müsəlmandır. Mənimlə? İmanında naqis müsəlmandır. Yəni imanı zəifdir. Birinci odur. Birinci qəlbi, ikinci zahiri. Qəlbi buydu. Ayəyə getirdi şeyx. Zahirdə də odur ki, insan itaətini göstərir necə? Qəlbinin təsdiqi ilə. Amma günah edir. Mənimlə? Sonra şeyx deyir ki, əhl-i sünnədə imanın tərifi bildiyimiz kimidir. Qavlu bil-lisan, etiqadu bil-qalb vəl-əməl. Dilin sözü, yəni şəhadət və təslimiyyəti bildirmək. Mən təslim olmuşam Allaha. Yəni şəhadət gətirməyin, hər iki şəhadəti gətirməyin. Sonra qəlbin etiqadı. Etiqadu vəhdəyə, yəni Allahın təkliyinə etiqad etməlisən və imanın 6 rükununa tamamlamalısan, onlara iman gətirməlisən. Əməl isə 2 cür olur. Əzaların əməlləri və qəlbin əməlləri. Əzaların əməlləri namazdır, həccdir, zəkatdır. Qəlbin əməlləri isə Allahı sevməkdir və Rasulunu sevməkdir və başqa. Hətta alimə deyir, qəlbin sözü də var. Qəlbin sözü də var, qəlbin əməlləri də var. Geniş mövzu. Sonra deyir ki, mə yeşməlu təfsirul İslam. Şeyx axırda deyir ki, İslamın təfsirini nə əhatə edir? Yəni mövzunu bundan bağlayır. Deyir ki, əl-iman və huvə əfdalul İslam. Çünki Peyğəmbər s.ə.v nə dedi? Və sahabə soruşdu ki, ondan birinci hədisi tərcümə elədik. İkincini deyəsən eləmədik. Yox, eləmədik. İkinci hədisdə Peyğəmbər s.ə.v yenə soruşurlar ki, məl İslam. İslam nədir? Deyir ki, qəlbini Allaha təslim etməyin, dilindən və əlindən müsəlmanların salamat olması və sonra kişi sual verir. Ən əfsəl İslam nədir? Peyğəmbər s.ə.v deyir ki, iman. O deyir ki, iman nədir? Peyğəmbər s.ə.v imanı rükunlarını sayır. Allah'a iman, mələklərə, kitablara və s. Və deyir ki, şeyx, burada, bu umumi, burada İslamın təfsiri nələr əhatə edirsə deyir, 4 dənə şeydir. Əl-iman və huvə əfdalul İslam. İman ən əfsəl İslamdır. Su ilə əyyül İslam əfdəl qaləl iman. Çünki Peyğəmbər s.ə.v soruşanda ki, ən əfsəl İslam nədir? Dedi, imandır.
Sonra deyir ki, ərkanul xamsəti ədəul hüququllah. Sonra İslamın rükunlarıdır. O da Allahın haqlarını ödəməkdir. Necə ki, hədisdə ya bunyəl İslam alə xamsin. İslam 5 şey üzərində qolub. Şəhadət, namaz, zəkat, oruc, həcc. Üçüncüsü, təfsirinin mənası odur ki, ədə hüququl ibadil müminin. Mömin qulların haqlarını əda eləmək. Neydi? El-muslimu mən səlimən muslimunə yədəhum min lisanihi və yedi. Müsəlman o kimsədir ki, digər müsəlmanlar görsən, İslamın təfsirində o da var. Yəni, İslamın təfsiri 3 şey əhatə edir. Sənin özü, digər müsəlmanları və Allah. Haqlar. 3 haqqı əhatə edir. Sonra 4-cüsü isə ən yuslimə qalbəhu lillah inqiyadan və ta'at. 4-cü təfsirinin mənası isə, yəni bu ümumi 4-ü bir yerdədir. Sadəcə 4-cü hissəsi isə odur ki, qəlbi Allaha itaət edib boyun əyməklə təslim etmək. Mən Allaha təslim olmaq deməklə yox. Sən Allaha təslim olsan bayaqki ayə ilə. Ki, yəni sənin ixtiyarın yoxdur ki, Allah və Rəsulü bir əmr verib, sən deyirsən ki, yox, mən namaz qılmıram, məsələn, nə vaxt qılacam və ya filan əməl edəmirəm, nə vaxt eləyəcəm. Və Allah və Rəsulü əmr edibsə eləməlisən. Onda sən təslim olmuş sayılırsan. Çünki Peyğəmbər s.ə.v-dən İslam barədə soruşdu. O dedi ki, ən yuslimə qəlbi Allaha təslim eləmək. Yəni, məsələn, şeylərdə var, satanistlərdə. Ruhu satmaq var onlarda. Ruhunu dünyaya görə satırlar. O da təslimiyyətdir. Təslimiyyətini şeytana eləyib olar prosta. İslamda isə əksinə. Sən həqiqi müsəlman olmaq istəyirsənsə, qəlb iki yerə bölünmür, qəlb bir dənədir. Ona görə bütünlüklə Allaha təslim olmalısın. Və Allaha üz tutmalısın, Allaha tərəf yönəlməlisin. Burada bu bab da qutarır. İnşallah gələn dərsimizdə digər babı götürəcəyik. Şeyx baba ad qoymuyor, ayə ilə başlayır bizdə.